Qardaş, bu meyxanaçının birinin adını deyin görə hələ kimdən bəhs eləyirsən sən? Meyxanaçıların çıxışlarında bu fikrə rast gəlmişəm ki, meyxana aləmində olan pərdə arxası söhbətləri üzə çıxarmağa dəyməz. Yəni bunu etmək düzgün deyil. Kənarda olan söhbətlər deyəndə nə nəzərdə tutulur? Kiminsə ailəvi söhbəti çıxmayıb ki, ortaya indiyə kimi, düzdür? Əgər sənin kənarda etdiyin bir hərəkət nəticəsində bir başın aşağı deyilsə, onda sənin nədir narahat eləyən ki, bir meyxanaçı kimi? Kiminsə çöldə olan bir məsələni meyxanada deməsi sənə pis təsir eləyir. Yəni sən kimisə toydan vurmamısansa, sən xeyirdə, şərdə normal iştirak eləmisənsə, dosta, qardaşa, çevrəyə duyarlı olmusansa, ailənə, hər kəsə, eləcə də meyxanaçı yoldaşlarına qarşı normal çıxışların olubsa, normal yaşayış tərzin olubsa, o zaman sənin nədir burada narahat eləyən? İnsana birinci o sualı verərlər. Yox, filan kəs o sözü deməsin, bu sözü deməsin. Meyxanada olub ki, deyiblər ki, bir-birlərinə mənim toyum var idi, sən gəlib iştirak eləmədin, getdin başqa yerdə iştirak elədin. Və ya deyiblər ki, sən filan vaxtı filan kəsin çörəyinə bais oldun, toydan uzaqlaşdırdın. Dolayı yollarla, birə-bir deməyiblər indiyə kimi. Mən danışanda ad çəkirəm də. Təəssüflər olsun ki, meyxanaçılar, demək olar ki, hamısı. Burada ümumiləşdirirəm artıq. Bəzi meyxanaçılar deyirlər. Bütün cümlələrinə girəndə bəzi meyxanaçılar. Qardaş, bu meyxanaçının birinin adını deyin görə hələ kimdən bəhs eləyirsən sən? Sualın cavabına da gələndə, kənarda sənin çəkinəcəyin bir şey yoxdursa, elədiyin hər hansı bir yanlış əməl yoxdursa, o zaman sən niyə belə bir qayda gətirmək istəyirsən meyxanaya? Özünü təhlükə altında hiss eləyirsən. Yəqin ki, onu deyən adamlar çöldə düzgün işlərə baxmayan insanlardır ki, qorxurlar ki, meyxanada elədiyi əməllər, o elədiyi məsələlər onların üzünə vurular.